Əmmamə, əba, qəba nə vaxtdan ilahiyyatçı paltarı olub? Yəni nə vaxtdan bu ilahiyyatçılara məxsus bir paltara çevrilib? Yaxud əmmamə ki, qara əmmamə qoyurlar, deyirlər, onlar nə vaxtdan həmin bu şeyin tarixi nə vaxta gedib çıxır və nə üçün qara əmmamə qoyurlar? Bu videoya sona qədər baxsan, bir şeylər öyrənəcəksən. Baxmasan, bir şey itirməyəcəksən. Yəni indidən bağlayıb videonu çıxıb gedə bilərsən. Amma dediyim kimi axıra qədər baxsan, yeni bir şeylər öyrənmiş olacaqsan. Yeni gələnlər üçün mənim adım Hüseyn Fərhadov, tarixçiyəm və bir kitabın müəllifiyəm. Mətləbə keçməli olsaq, əmmamə Cənubi və Qərbi Asiyada, habelə Şimali Afrikada günümüzdə də müxtəlif növ bağlama tərzləri olan bir baş geyimidir. İslamdan qabaq ərəblər arasında bu baş geyimi məşhur idi. Hətta bəzi soylu nəsillərdən olan qadınlar belə başlarına əmmamə qoyurdular. İslam dini gələndən sonra isə bu, yəni din yeni bir libas gətirməyib və onlar da ərəb olduğuna görə, yəni ilk birinci İslam dini ərəblər arasında gəldiyinə görə, peyğəmbər də bir ərəb olduğuna görə o da eyni formada libas geyinirdi. Yəni başında əmmamə, əba, qəba və sair bu cür geyim. Və buna görə də müsəlmanlar arasında İslam gələndən sonra xeyli sayda hədis rəvayətlər tapmaq olar ki, yəni onlar da bu cür geyinirdilər müsəlmanlar. Sonradan bu geyimin sırf ilahiyyatçılara aid olmasını, yəni ilahiyyatla bağlı iş görən o vəzifəni daşıyan insanlara məxsus olması məsələsində, yəni bunun nə vaxta gedib çıxdığını öyrənmək üçün Abbasilər dövrünə nəzər salmaq lazımdır. İlk dəfə bu qərarı verən, yəni ilahiyyatçıların geyimi olsun, bu cürünə olsun. Bunu ilk qərar verən şəxs Qazi Əbu Yusif olub. Qazi Əbu Yusif Hənəfi məzhəbinin banisi olan, həmin o Əbu Hənifədən 20 ilə yaxın dərs alan bir tələbəsi olub onun və sonradan da qazi olub və belə bir qərar verib. Qazi Əbu Yusifin qərarı, yəni bu qərarı ona görə idi ki, ilahiyyatçılar adi cəmaatdan seçilsinlər və belə deyək də, yəni bir boyunlarında dini məsuliyyət olduğunu hiss eləsinlər. Yəni sən ki, bunu geyinmisən, bu libası, sənin boynunda bir dini vəzifə var. Yəni artıq başqalarından fərqli olaraq sən bir dini məsuliyyət daşıyırsan. Belə bir mənası var idi. Amma burada bir dənə məsələ var ki, Qazi Əbu Yusif bu qərarı bütün ilahiyyatçılara şamil eləmirdi. Yəni ümumiyyətlə ola bilər ki, bir nəfər evində oturub və belə deyək, haqqı da çatır din təlimləri verməyə. O formada deyil, ev paltarındadır məsələn. Onunla işi yoxdur. Məsələ onun qərar verdiyi məsələ qazilərə aid idi əsasən. Yəni qazilərin forması bu cür olmalıdır, bu cür geyinməlidir qazilər. Amma məsələ budur ki, həmin o məhkəmə qaziləri orta əsrlərdə bütün İslam coğrafiyasında hüquq sistemi İslam şəriəti olduğuna görə və qazilər də İslam şəriətində ictihad etmiş, həmin bugünkü gündə müctəhidlər dediyimiz şəxslər olduqlarına görə, yəni həmin o müctəhidlərin paltarı bu idi. Qazilər haqqında verilən qərar bu idi ki, qazilərin libası bu olsun. Qazilər də dediyim kimi fəqihlər, ictihad əhli olan şəxslər olduqlarına görə eyni zamanda yəni ruhanidirlər, ilahiyyatçıdırlar və beləliklə avtomatik olaraq həmin o qazi olan ilahiyyatçılara aid idi bu ki, onlar belə geyinməlidirlər. Əlbəttə, amma Qazi Əbu Yusifin verdiyi bu qərar, yəni bu bölücülüyün mənası bu deyildi ki, adi cəmaət arasında əmmamə qoyub əba geyinmək qadağan olunsun. Xeyr, əsla. Yəni cəmaət da əmmamə qoyub yenə də əba geyinirdi. Amma bütün bu həmin o geyimin müxtəlif formaları var ki, onlardan bir forması ruhanilərə aid idi və insanlar həmin formada əmmamə bağlaya bilməzdilər. Yəni həmin formada əmmamə bağlamaq ancaq qazilərə, ilahiyyatçılara, bu cür adamlara məxsus idi. Lakin hər bir halda əsrlər ötdükcə insanlar artıq müxtəlif formada geyimlər geyinməyə başladılar və beləliklə İslam irsini hifz etməyə çalışan ruhanilər, ilahiyyatçılar isə, din xadimləri isə həmin o geyimi, ruhani libasını bir uniforma kimi istifadə etməyə başladılar. Yəni insanlar artıq əmmamə, əba-qəba qoyub belə geyinib gəzmirdilər, amma ruhanilər yenə də o formada gəzirdilər. Bəs əmmamə, əba-qəba belə şeylər haqqında nə hədislər var? Yəni nə deyilib peyğəmbərdən yaxud imamlardan hədislər varmı? Bəli, Təbərsi Məkarimul Əxlaq kitabında belə bir hədis gətirir Həzrət Rəsulullahdan ki, deyir o Həzrət belə buyurdu: 2 rəkət əmmamə ilə namaz qılmaq 4 rəkət əmmaməsiz namazdan daha yaxşıdır. Yaxud Üsul-i Kafi kitabında Süleyman ibn Xalid bir hədis var. Süleyman ibn Xalid İmam Sadiqdən soruşur ki, əbasız imam cəmaət dayananın hökmü nədir? İmam Sadiq də cavab verir ki, layiqli deyil ki, yəni yaxşı deyil ki, əmmaməsiz və əbasız imam cəmaət dayansın kimsə.
Kəttani isə özünün Ət-Qiyamə kitabında ilk dəfə başına əmmamə qoyan şəxsin Adəm peyğəmbər olduğunu qeyd edir və deyir ki, onun üçün əmmaməni bağlayan Həzrət Cəbrail əleyhissalam, yəni Həzrət Cəbrail mələk olmuşdur. Beləcə əmmamə qoymaq və onun müstəhəbliyi barədə bir xeyli hədislər var. Bəs seyidlərin qara əmmamə qoyması məsələsinin tarixi nədir, nə vaxtda gedib çıxır? Seyidlərin qara əmmamə qoyması məsələsini isə Seyyid Rəzi ilə bağlayırlar və Seyyid Xoyi İbn İmbədən rəvayət edərək deyir ki, yazır ki, bəs ilk dəfə tələbələr arasında qara rəngi əlamət olaraq istifadə edən şəxs Seyyid Rəzi olmuşdur. Bu sözdən yola çıxaraq başa düşmək olar ki, seyidlər Seyyid Rəzidən qabaq qara rəngi əlamət olaraq istifadə etməyiblər. Sonradan Seyyid Rəzidən sonra zaman-zaman başlayıblar qara rəngi əlamət olaraq istifadə etməyə. Seyyid Rəzinin də 10-cu əsrdə yaşadığını nəzərə alsaq, belə başa düşmək olur ki, artıq seyidlər 10-cu, 11-ci əsrdən sonra qara rəngi sırf özlərinə məxsus biliblər və onu əlamət olaraq, yəni işarə olaraq istifadə etməyə başlayıblar. Amma Seyyid Rəzinin nə üçün bir rəngi özlərinə, yəni seyidlərə əlamət kimi istifadə etməyinin dəlili nə olub, yəni nə üçün belə bir şeyə qərar verib, onu bilmirik. Əlimizdə heç bir dəlil yoxdur. Və nə üçün qara rəngi seçdiyi barəsində də heç bir əlimizdə bir məlumat yoxdur. Nə üçün başqa bir rənglə seçə bilərdi? Halbuki ondan qabaq seyidlərin əsasən rəngləri yaşıl olub, yaşıl əmmamə daha çox qoyurdular. Hətta bir müddət Əhl-i-Beyt nümayəndələri, imamlar qara rənglə mübarizə də aparıblar. Çünki burada bir siyasi məsələ var idi. Qara rəng Abbasilərin simvolu idi. Onlar qara bayraqlarla qalxmışdılar, qiyam qaldırmışdılar və qara rəng onlara, Abbasilərə məxsus idi. Əhl-i-Beyt nümayəndələri onlarla mübarizə aparmaq üçün, yəni bir soyuq müharibə deyək, qara rəngdən istifadə etmirdilər və tərəfdarlarına da bu rəngdən istifadə etməməklərini tövsiyə edirdilər. Və hətta bunu da qeyd edeyim ki, bir haşiyəyə çıxaraq, bu bizim dövrümüzdə, günümüzdə ağ bayraq məsələn bir əlamətdir ki, təslim oluram da. Amma Abbasilər dönəmində bir yer, Abbasi qoşunları bir yerə gedəndə qarşı tərəf onlara təslim olduqlarını göstərmək üçün qara rəngli bayraq qaldırardılar ki, yəni biz də sizdənik, artıq təslim oluruq. Yəni bu rənglər bəzən dəyişə bilir. Biz insanlar rənglərə müxtəlif mənalar yükləyə bilirik əslində. Yəni bu dövrə görə də dəyişir. Məsələn, bizdə yaşıl rəng İslamın simvoludur bayrağımızda. İtaliyada da yaşıl rəng var, yaşıl. Onlardan soruşsan ki, sizin bayraqda niyə yaşıl rəng var? Onlar başqa bir məna yükləyiblər, ona başqa bir şey deyəcəklər. Yəni rənglərə yüklədiyimiz mənalar coğrafiyaya görə dəyişə bilir, əsrə, dövrə görə dəyişə bilir, müxtəlif cəmiyyətlərə görə də dəyişə bilir. Mətləbə qayıtsaq, dediyim kimi, qara rəng Abbasilərin bir simvolu olduğuna görə cəmaət onların şərrindən özünü qorumaq üçün qara əmmamə qoyurdular. Yəni bəzən Əhl-i-Beyt nümayəndələri də təqiyyə olaraq qara əmmamə qoyurdular. Məsələn, Vəsail-i Şiyyədə belə bir hədis var ki, Davud Rəqi bunu qeyd edir. Deyir, şiyyələr tez-tez İmam Sadiqdən qara rəngli paltar geyinməyin hökmünü soruşurdular. Həmin bu siyasi məsələlərə görə. Deyir, bir gündə getdim İmam Sadiqin evinə, gördüm ki, imam özü qara əmmamədə, qara əbada, qara çarıqda oturub. Deyir, ondan bunu soruşdum ki, qara rəngin hökmü, yəni neyniyək? O da qayıdıb dedi ki, pıçıltı ilə, qəlbini təmiz tut, başqa nə geyinirsən geyin. Şeyx Sədud bu məsələdə qeyd edir ki, imam burada təqiyyə eləyirdi, çünki dövlət onu qara rəngdə paltar geyinməyin caiz olmadığı məsələsində, yəni belə bir hökm verməkdə onu ittiham eləyirdi. Buna görə imam özü bəzi vaxtlar qara geyinirdi, təqiyyə üçün. Amma o Davud Rəqiyə dediyi sözdən aydınlaşır ki, əslində həmin o qəlbini təmiz tut, istədiyini geyin söhbətində məlum olur ki, imam əslində hansısa bir rəngə qarşı deyil, yəni onun mübarizəsi rənglə deyil. Onun mübarizəsi həmin o rəngi ki, özlərinə simvol biliblər, həmin o zalım hökumətlədir. Yoxsa imam, yəni o ağılda, o təfəkkürdə olan adam deyil ki, hansısa rənglə mübarizə aparsın. Yəni onun dediyi söz, ürəyini təmiz tut, qəlbini təmiz tut, istədiyini geyin, mənası o idi ki, zalım hökumətin tərəfində olma, qara geyinsən də olar, problem yoxdur. Bunu da qeyd edeyim ki, bu mövzunu, bu hədisi, yəni qəlbini təmiz tut, nə istəyirsən geyin, necə istəyirsən geyin, bunu başqa bir mövzuya bağlamasınlar ki, deməli, necə istəyirsən geyinə bilərsən, əsas insanın qəlbinin təmizliyidir. Yox, kontekstə baxmaq lazımdır ki, imam bunu hansı mövzuda deyib. Kontekstdən çıxardıb baxmaq olmaz bu hədisə, bu rəvayətə. Kontekstin içində baxmaq lazımdır ki, imam bunu hansı şəraitdə və nə məsələsinə görə deyib.
Bütün bunları nəzərə alaraq Seyid Rəzinin nə üçün qara əmmaməni özlərinə, yəni qara rəngi özlərinə simvol seçməsi məsələsində Seyidlər üçün də, yəni belə deyək, onu Seyidlər üçün bir əlamət olaraq istifadə etməsi məsələsində ancaq ehtimallar irəli sürə bilərik. Məsələn, onlardan biri budur ki, bəzi hədislər var, buyurulur ki, Peyğəmbər Məkkənin fəthində Məscidül-Hərama girəndə başında qara əmmamə var idi. Bu hədis Vəsail-i Şiyyədə də var, Sünən Əbi Davud kitabında da var. Bundan əlavə İbn Kəsirin və Zəhəbinin kitablarında Cəfər ibn Əmirdən belə bir hədis rəvayət olunur ki, deyir, mən Peyğəmbəri minbərdə əmmaməsi, qara əmmamədə və təxtül hənəkəsini kürəyinə atmış formada gördüm. O təxtül hənəkə ki, əmmamədən bəzən açıb buraxırlar, bu dəqiqə buraxmırlar şöhrət məsələsinə görə. O başqa bir mövzudur, yəni ona girməyim. Ruhanilər bu dəqiqə buraxmırlar təxtül hənəkə, birbaşa hamısını bağlayırlar. Təklikəllarda namaz qılarkən açıb atanlar var. Başqa vaxtı eləmirlər daha. Şöhrət məsələsi var, ona görə o başqa mövzudur. Deyir, həmin o formada gördüm ki, Peyğəmbər qara əmmamədə idi və təxtül hənəkəsi kürəyinə atılmışdı. Bəzi tarixi qaynaqlarda da Peyğəmbər Qədirxum günü öz Səhab adlı əmmaməsini ki, götürüb Həzrət Əlinin başına qoyur Qədirxumda. Həmin o əmmamənin qara rəngdə olduğunu deyirlər. Bəziləri də qara əmmaməni Seydlər üçün Kərbəla hadisəsindən sonra bir işarət, bir hüzn belə deyək, əlaməti olaraq istifadə olunduğunu qeyd edirlər. Məsələn, Vəsail-i Şiyyədə var ki, Kərbəla hadisəsindən sonra İmam Səccad əleyhissalam həmişə məscidə qara əmmamədə gələrdi. Buna görə bəziləri həmin bu məsələyə bağlayırlar. Beləliklə, Seyid Rəzinin qara rəngi əmmamədə işarət kimi qəbul etməyini bu hədislərə əsasən qeyd edirlər, yəni ehtimal verirlər. O dəqiq məlum deyil. Sadəcə ehtimallar olunur ki, yəni bunlara görə çox güman ki, seçib qara rəngi seçib. Qara rəngin məkruh olduğuna gəldikdə isə bəzi müctəhidlər həmin bu qara rəngin məkruh olduğunu deyirlər, fəqihlər. Amma əmmamə və qadınlar üçün olan çadrada istisnadır, yəni məkruh deyil. Bu əmmamənin uzunluğu barəsində isə parçadır da onu yığırlar. Bəziləri dizində yığır, bəziləri başında yığır. Əslində onu açanda müxtəlif metrdə olan bir parçadır o. Bütöv şəkildə deyil. Onu yığıb o formaya salırlar əmmaməni. Məsələ budur ki, həmin bu dediyim əmmamənin uzunluğu barəsində qəti əlimizdə bir qanun dəlil yoxdur ki, bunu bu cür qəbul edək, konkret belə olmalıdır. Bununla da niyə yoxdur? Çünki bununla bağlı konkret əlimizdə bir nəqli dəlil yoxdur. Bununla bağlı Molla Əli Qari Camiyul Vəsail kitabında yazır ki, bu barədə Şeyx Cəzəri deyir ki, mən Peyğəmbərin əmmaməsinin neçə metr olması barəsində bir xeyli hədis, rəvayət, tarix, sirə kitablarına baxdım. Amma bir şey tapa bilmədim, yəni konkret bir dəlil tapa bilmədim ki, Peyğəmbərin əmmaməsinin uzunluğu nə qədər olub. Amma elminə güvəndiyim bir şəxs dedi ki, İmam Nəvəvi Rəsulullahın 2 əmmaməsi olduğunu qeyd edir. Biri qısa, biri uzun idi. Qısa olan 7 arşın idi, uzun olan 12 arşın idi. Amma İmam Nəvəvinin əslində bu məlumatı hardan əldə etdiyi məlum deyil. Əgər məlumatın doğru olduğunu qəbul etsək belə, əmmamənin uzunluğu bu qədər olmalıdır kimi qanun qoya biləcəyimiz anlamına gəlmir. Çünki elə məlum olur ki, konkret Peyğəmbərin də 2 əmmaməsi olub və müxtəlif metrlərdə olub da, müxtəlif ölçülərdə olub. Lakin bəzi yazılmamış qanunlara görə böyük, yuxarı səviyyədə olan din xadimləri, məsələn, müctəhid dediyimiz şəxslər, fəqihlər daha yekə, uzun əmmamə qoyurlar. Məsələn, 12 metr qoyurlar. Amma daha gənc mütəxəssislər, ilahiyyatçılar, 5 il, 6 il, 10 il oxumuş şəxslər belə deyək, daha balaca bir əmmamə uzunluğu az olur. 8-9 metr belə də aşağı olur. Amma burada da istisna var. Məsələn, Əllamə Təbətəbai Əllamə adam idi. Balaca bir 4-5 metrlik sarığı başına fırladıb gəzirdi ortalıqda. Yəni o boyda kişi idi. Heç ona diqqət eləmir ki, mən Əllaməyəm, mən belə geyinəcəm deyən deyildi. Və yaxud da ki, istisna bir başqa məsələ budur ki, bir cavan oğlandır, amma baş ölçüsü fizioloji olaraq, yəni yekədir. Yekə baş demirəm, yəni fizioloji olaraq baş yekədir, pis başa düşmür. Yəni ona sən az oxumusan, 4 il, 5 il oxumusan, indi əmmamə taxmağa haqqın çatır. Amma az oxumusan deyə, müctəhid deyilsən deyə sənə 5 metrlik balaca bir şey sarıyaq başına. Bununla da olmur. Yəni adama güldürərik, cəmaata güldürərik adamı. Yəni o adam məcburdur ki, bir 10-12 metrlik həmin o müctəhidlərin geyindiyi əmmamənin uzunluğunda bir parça alsın, onu bağlasın başına. Çünki yekədir adam. Belə, bu da mənim 2020-ci ildə həmin əmmamə aldığım videodur.
pandemiya dövrü idi. Ayətullah Təhriridən almışam əmmaməni və orada gördüyünüz kimi kişi ağzını bağlayıb pandemiya olduğuna görə 2020-dir. Yanımdakı da universitetin müdiri Ağ Əmmamədə Şeyx Səxavətli. Belə, bu şəkili də həmin gün çəkdirmişəm. Bir tələbə yoldaşım elə, o da həmin gün əmmamı almışdı. Onun otağına getdik, orada çəkdirmişəm bu şəkildə. Belə, video xoşunuza gəldisə, nə bilim, bəyənməyi, paylaşmağı, ürəyiniz nə istəyir eləyin də. Rəylərdə yazarsınız inşallah.